Hər kəsə salam uşaqlar. Bugün Kurto Sorento kanalına xoş gəldiniz. Bugün mən operator Tofiq və Paşa ilə birlikdə YouTube-u yeyiblər YouTube-unu. Bunlarla birlikdə qaraja gələcəyik. İlk növbədə like atıb operatorun canına görə like atıb abunə olmağı unutmayın. Operatora təbii ki də ayrıca təşəkkür edirəm. Və başlayırıq. Gördüyümüz kimi Paşa yenə özünü xəstəliyir. Oradan səsə gəlir. Gəlin təkrar gedək. Daha sonra görə bilirik ki 1832-ci ildən qalmış. Bunu deyirlər ki GTA-dır. GTA-dırsa bunu yazın da kommentlərdə. Kommentlərdə yazın görün bu GTA-dır. Çünki Turbağaza da baxıram bundan bir ədəd var. Burada GTA yazılır. Siz bilərsiniz də uşaqlar siz. Yəni burada GTA yazılmış. İndi Azərbaycanlılar başa düşməz GTA nədir. Amma ruslar bəlkə başa düşər. Azı bizimkilər də başa düşür, belə pis deyil. 260-dan gəlir. Tofiq bir dənə göstərək. Salon da zor. 260 içəridə şey zad var. Salon zor deyir. Salonunda şey zad var, yəni telefon zad var, bilinmirlər. 260 gedir dostlar, görənməyəsiniz ha. Yəni ancaq yanan işıqlar görə biləcəksiniz. Belə göstərəm mənəm, amma sonra internet şəkildə göstərə bilərəm. Amma quru şəkilləri atstoydu ya. Kolxozdur. Nəysə, şöyle fikrimi baş gedərik. Daha sonra burada başqa heç nə yox görünsün. Çünki niyə kasıfdır? Kasıf qardaşdır. Yox, kasıf deyil, normaldır. Yəni biz ən dibinə getsək, deyim nə olacaq? Sayım da bir-bir. Ən dibinə getsək, internet tutmur, set tutmur və bizə nəsə olsa sizə idi də, yəni sizə tapşırdım, nəysə. Hər nəsə şey olar, indi gedirək. Maşın da bizi tutacaqsa ofis bizi bildirsin. Miyav. Yəni, uşaqlar görürsünüz şimdi bu Skriti Krisa yeri, o Krisa yeri. Bu da həqiqətən Krisa yeridir. Bu maşın var ya, bu maşın. Oradakı maşın 100 ildir bəlkə də tərpəndir. Nəysə, baxaq görək maşın falan gəlir, maşın gəlsə. Uşaqlar bir dənə Ən dibinəcən getməyəcəyik. Onu indidən bunun üzünə deyirəm. Amma ən dibinəcən getmək istəsək, videonu nə bilim, videoda ən azı 10 like yığın. Ən azı 5 like yığın, ən çoxu 20 like yığın. Onda sizə bunun kökünün dibini. Bir dəqiqə onu deyim. Bura 500 like gəlsin. Buranın kökünə can gedəcəyik də. Yəni onu da bilin. 500 like çoxdur ya. 500 like qardaş, 500 like. Yəni eləmirsinizsə göstərməyəcəyik dedim. Part 2-də gələcək. Part 2. Deməli, burada maşının motorunu test edirlər. Yəni maşın motorunu oxşamır. Traktor motorunu oxşayır. Ən çox bax buradığı göstəririk belə də. Ən dibinə o tərəfliyə falan gedən deyil. Qulağını çək. Sonra maşın Opel Astra, yəni maraqsız maşın. Opel Astra, bir də Chevrolet nə bilim nə. Maşın var, bəli maşın. Gördüyünüz kimi baxın, göy rəngdir ya, 014. Prosta hava görünməz də kamuflajlanır. Bəli. Yəni indi də oradan getmirik. Burada gördüklərimizlə son buluruq və videonu hələ ki davam etdirəcəyik. Çünki bunun o tərəfliyi də var. Oranı göstəririk və 500 like gəlsə buranın kökünə gedirik. Daha sonra gördüyünüz kimi bunu düzəldirlər. Bəs deyəs bu nə üçündür? Bir də hansısa xəstə buradan keçəcək. Birisi buradan keçəcək. Buradan keçməsin. Bu indi buradan belə deyilməsin ya. Havanın yanına dön tərəf. Yaxşı. Buradan yəni bildiyimiz nə səs gəlir bilinmir. Buradan qalınlığı, yəni bu o tərəfdə dursuz. Buranı ancaq məncə tank partlada bilər. Bax, bu boyda yer. Oradakı dayılar işləyir, salam verdi. Heç nə demədilərsə, yəni gəzəcəyik. Ona görə İndiki hədəfimiz də maşın gəlsin, maşından qaçaq, siz də əylənin. Odur. Bu qədər, amma
bir ədəd yer qalıb, o da o tərəf. Belə. O tərəfdir və biraz da gəzəcəyik. Bütün maşınları bəlkə də göstərdik. Maraqlıdır, burada qabaqlanma ateş saxlayır. Sandığımız tutdu, nəysə. Maşinimiz Wrangler. Gördüyünüz kimi Toyota Wrangler. Land Rover Discovery inşallah. Range Rover'dır. Bunu da patlatıdır bir dəqiqə. Hop. Nəysə. Heç bir sımılla deyil idi, çünki bilirdi. Bu da özün arada qəşəng insanlığa vurur. Mən indi gördüm o topu sənə partladandan sonra. Maşın saxlama deyir. Mən maşın olaraq bura cildim və saxladım özümü. Özümüzü saxladıq. Nəysə. Sən bilirsən. Hələlik ki burada durduq, amma maşın zat gəlsə şöyle. Maşın gəldi dostlar. Maşın gəldi deməz olaydıq. O 07 deyil, o 1951-dən qalmış maşınlardan. Markasdır, nə bilim nədir. Hələ bu şeyə baxır, 12 bıçı 001. 12 araydı. Biləsi var. Biləsi vardı. Uşaqlar, Biləsvardan baxanlar like atsınlar və komentə yazsınlar. Komentə yazsınlar və kanala abunə olsunlar. Biləsvarlı olanlar. Bəli, bu da sizin yerlivizdir. Bu bilmirəm, bəlkə də yerlivizdir, biz alladın, nəysə. Ya, həqiqi Biləsvarlıyam uşaqlar. Sonradan Uniset çox Uzu. Atstoy, yəni mən dədəmdə A05 var. A05 bunlar heç nəsə biraz A05, Unizə yazdığı yer yoxdur, var imiş. Çəkilin Unize. Yəni bir dəqiqə bunu reklam edirəm. Çox qəşəng maşındır dostlar. Dostlar gəldik qılağına. Təkəri tez partlayan deyil, heç tez partlayan deyil. İçi çox genişdir. Lamborghini yəni keçə biləcək tək maşındır bu və reklamın sonuna gəldik. Sizə bir şey deyim uşaqlar. Bu maşının niyə seçilmədi bizim tərəfdən? Çünki bu bir qabaq çəkən, ki altdan daşı var. Bir dənə bu boyda daş vurdu, daşı getdi bloka. Bir də sizə bir şey deyim uşaqlar. Yox, altda deyil daşı, bunun bagajdadır daşı. Bu yalandan danışır. Altdadır. Altda deyil, bagajdadır. Əsl daşı altdadır. Bagajdadır. Hər nəysə, boş verək. Deməli, bu da əlin hələ gəldi gördüyünüz soxur. kimi, əgər siz bu Unizetdən hibrid səs eşidirsinizsə və bunu bir dənə Land Rover'ın səsini çevirmək istəyirsə, xüsusi proqram var. Amma onu sizə shortslarda linkini atıb sizə göstərəcəm uşaqlar. Vəbşi, bu nətəsə ayarlayırlar. Land Rover, Porsche 911 qoyursan. Yox, bunda deyil, Q0. Yox, A06-dadır bu. Bunda deyil, A06-dadır. Ən A06, ən təzən A06-dandadır. Yəni bu çanqanı sevmir, bilmirəm niyə. Mən gedirəm, yuxarı gəlirəm. Yaxşı, bu gedir, ayrılırıq, sağ ollaş izləyicilərlə. Sağ ol. Hə, vədalaşmın heç olmasa, nəysə. Nəysə, sizə videosunu daha sonra göstərəcəm, amma mənə lazımdır. Sonra, bu bizim Teymur versiyonu, Zekr'in. Heç kimə lazım olmayan Teymur versiyonu da. Tamam, necəsiz? Yaxşı, siz nəyəsiz? Video çəkirik, video. Baxarsınız. Nəysə. Gördüyünüz kimi, Çanqanın daha təzə versiyonu. Çanqanın ən daha təzə versiyonu, yəni biraz liyə oxşadıblar. Çində 90-dan çox fabrik var. Sizə bir şey deyim, bu Liyanın Teymur versiyonudur, çünki orijinal versiyası bahadır. Bunu da götürüblər bizimkilə Kitaylı. Yox, Çanqanlar, yəni Çanqan da Kitaydı. Çanqan da Kitaydı və maşın gəlir dostlar. Dostlar, maşın gəlir, sakit olun, salamat qalın. Bu da biraz çəkilsən o tərəfə, maşın heç görməz. Maşın bura mı gəlir? Bura gəlmir. Prado özü bir ki var. Yəni səsin hər tərəfdə verir. Getdi maalesef. Orada olsaydıq bəlkə də daha əyləncəli ola bilərdi. Hanı? Sabina?
Dedi getdi, gəlin. Ay, yox, getmir. Ay getdi. Ya, çəpələ. В общем, uşaqlar, bugünlük bu qədər. Nə deyim başqa? Və bu maşını da görsədək, 6-cı videomuz olsun. 6-cı saniyələrdir. Like atıb bəyənməyi unutmayın. Əziyyətlə çəkilir. Şəxsən mən çəkirəm, bu çəkmir. Və qəşəng bir Camaro. Chevrolet Camaro. Bəyəndinizsə yorumlara yazın. Bəyənmirsinizsə X işarəsi qoyun. Bu da qəşəngdir, pis deyil, aqressiv video var. Aqressiv В общем, uşaqlar, bu qədər. Mən də sizdən sağollaşıram. Sağ olun, salamat qalın. Bəyənməyi də unutmayın.